Misalda bizə deyilir ki, bu ədəd öz rəqəmlərinə qalıqsız bölünür. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, biz birinci hesab baxmalıyıq görək. Bu ədəd 3-ə və 4-ə bölünürmü və hansı ədədlər olduqda? 3-ə bölmə qaydası nədir? 3-ə bölmə qaydası rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. 3 üstə gəlinsin A, üzərinə gəlsin 4, bölünsün 3 bərabərdir. 7 üzərinə gəlinsin A böl 3. Deməli, burada A-nın hansı qiymətlərində bu ədəd 3-ə bölünür? A bərabərdir 2 olduqda, 2 olduqda, 5 olduqda və 8 olduqda bu ədədimiz 3-ə tam bölünür. 4-ə bölmə qaydası nədir isə? 4-ə bölmə qaydası isə əgər son 2 rəqəmi, ədədin son 2 ədədi 24-ə bölünürsə, deməli bu ədəd 4-ə tam bölünür. Burada 3, 2-ni qoysaq 24 elədi. Deməli bu ədədimiz 4-ə tam bölünürmü? Bəli, bölünür. 5-i qoysaq olacaq 554. Son 2 rəqəmi 54. 4-ə bölünürmü? Xeyr, bölünmür. 8-i qoysaq 384. Son 2 rəqəmi 4-ə qalıqsız bölünürmü? Bəli, bölünür. Deməli, bu ədəd də 4-ə tam bölünür. Deməli, ədədin A-nın 2 və 8 qiymətlərində bura qoyduqda, həmin ədədimiz bunun rəqəmlərinin özünə tam bölünəcəkdir. Və burada soruşur bizə, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. 2 və 8, 10.